Əziz şagirdlər, bugün Azərbaycanın 20-ci əsr tarixinə dair bir sualın izahına baxacağıq. Sualımızın şərtində verilib ki, 20-ci əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərdən deyil. Əvvəlcə 20-ci əsr neçənci illərə düşür? Gəlin ona baxaq. 20-ci əsr 1901-ci ildə başlayır, 2000-ci ildə başa çatan bir əsr hesab olunur, 100 illik tarixdir. 20-ci əsrin 90-cı illəri isə 1990-da başlayır, 1999-da başa çatır. Yəni sualın şərtində verilib ki, 20-ci əsrin 90-cı illərinə aid olmayan, yəni elə bir variant seçməliyik ki, 1990 ilə 99 arasında düşməsin. A variantında verilib ki, Konstitusiya Məhkəməsinin yaradılması. Azərbaycanda Konstitusiya Məhkəməsinin yaradılması 1998 il. B variantında göstərilib ki, ölüm hökmünün ləğv edilməsi. Ölüm hökmünün ləğv edilməsi də 1998-dir. Gördüyünüz kimi həm A variantı, həm B variantı 20-ci əsrin 90-cı illəri dövrünə düşür. Yəni bu cavablar bizə lazım deyil. C variantında göstərilib ki, ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi. İlk dəfə bələdiyyə seçkilərinin keçirilməsi 1999-dur. Hər üç hadisə Heydər Əliyevin 99-cüdür. Hər üç hadisə Heydər Əliyevin prezidentlik dövrünə düşür və 20-ci əsrin 90-cı illərinə təsadüf edir. D variantında ilk dəfə parlament seçkilərinin keçirilməsi, bu da 1995-dir. Y variantında isə göstərilib ki, Azərbaycanda vitse-prezident vəzifəsinin təsis edilməsi, bu isə 2017-dir. Yəni, Azərbaycanda prezident vəzifəsi təsis edilməsi 21-ci əsrin ikinci 10 illiyinə düşür. Yəni 20-ci əsrin 90-cı illərinə düşmür və bizim axtardığımız cavab da məhz budur. Y variantı.